Pensiya yaşına gəldikdə isə təbii ki, Azərbaycan kimi bir cəmiyyətində gərginlik olan bir ölkədə, sosial təminat, səhiyyə təminatı yüksək olmayan bir ölkədə pensiya yaşının 65 yaş olması çox yüksəkdir. Yəni bu yaş aşağı endirilməlidir. İstər kişilərə aid olsun, istər qadınlara aid olsun. Hətta postsovet məkanında ən yüksək yaş elə Azərbaycandadır. Yəni 65 yaş çox yüksək, xüsusilə qadınlar üçün 65 yaş həddən artıq yüksək bir həddir. Və rəsmi statistikaya görə Azərbaycan əhalisinin 53% 65 yaşa çatmadan dünyasını dəyişir. Yəni bu baxımdan bu 65 yaşın azaldılması zəruridir və bu sahədə də digər ölkələrin təxminən inkişaf səviyyəsinə görə, həyat səviyyəsinə görə, həyat şəraitinə görə Azərbaycan əhalisi ilə eyni səviyyədə olan ölkələrdə olan səviyyə təxminən Azərbaycanda da tətbiq olunmalıdır. Mən hesab edirəm ki, Azərbaycanda qadınların pensiya yaşı 55 yaş, kişilərin pensiya yaşı 60 yaşa endirilməlidir. Hətta Sovet dövründə belə idi. Çox uşaqlı analara, ümumiyyətlə xatırlayırsınızsa 50 yaşı olan qadınlara, əgər 5 uşağı varsa 50 yaşından pensiya verilirdi. Yəni bu şərtlər hətta Sovet dövründə indi Azərbaycanda olduğundan daha yumşaq şərtlər idi. Halbuki Azərbaycan o vaxt SSR-yə öz büdcəsindən vəsait verən bir respublika idi. Yəni SSR Azərbaycan hesabına yaşayırdı. Yəni Azərbaycan SSR-dən, Moskvadan dotasiya almayan iki respublikadan biri idi. Bununla belə həmin dövrdə 55 yaşından insanlar pensiyaya çıxa bilirdilər və o dövrün şərtlərinə görə normalda pensiya alırdılar. Yəni o dövrdə həmin pensiya ilə müəyyən güzaranı, ən azı yemək məsələlərini həll etmək mümkün idi. Yəni biabırçılıqdır ki, biz Sovet dövrü ilə müqayisə edirik. Əvvəla onun üzərindən artıq 30 ildən çox vaxt keçib. İkincisi, elə Sovet ölkəsi, SSR dünya xalqları sırasında ən pis vəziyyətdə yaşayan, təminatı ən aşağı səviyyədə olan xalqlardan biri qismində idi. Amma biz görün, indiki dövrdə üzərindən 30 ildən çox vaxt keçdiyi, bu qədər neft gəlirlərinin, bu qədər qaz gəlirlərinin olduğu bir dövrdə, azad bazar iqtisadiyyatı dövründə Azərbaycanın öz büdcəsinə özü nəzarət etmək imkanları olan bir dövrdə biz məcburuq ki, pensiya və digər məsələləri Sovet dövrü ilə müqayisə edək. Çox təəssüf. Çox